Teleaparıcı Aytən Səfərova danışıq və diksiya kurslarına yenidən start verib. Bölgə TV xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında elan paylaşıb. Dərslər onlayn formatda keçiriləcək və tədris həm qrup, həm də fərdi şəkildə təşkil olunacaq. Məşğələlər həftədə 2 dəfə olmaqla ayda 8 dərs keçiriləcək. Hər dərsin müddəti 1 saatdır. Qrup şəklində tədris maksimum 2 nəfərlə aparılır. Bölgə TV aparıcının diksiya kursu qiymətlərini öyrənib. Fərdi dərslər üçün ödəniş 400 manat, qrup şəklində iştirak üçün isə 200 manat olaraq müəyyən edilib. Aytən Səfərova uzun illər televiziya efirində səlis və professional çıxışlar ilə tanınan aparıcı kimi, bu dərslərlə nik mədəniyyətini və natiqlik bacarığını inkişaf etdirmək istəyənlərə fürsət yarattığını bildirib. Rəna Rövşən qızı, BTV. Elə kişilər var ki, evində bozbaş pişir, qəşəng süfrə aç. Deməyəcək, ay həyat yoldaşım, əllərə sağlıq. Mütləq bir muz tapacaq. Gedib başqa bir dənə qonşunun evində qayğanıq yeyəndə deyəcək, bəh, 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 bəh. Bəh, bəh, bəh. Nə qəşəng qayğanaq pişirir filan kəsin həyat yoldaşı. Özünüzünkilə qiymət verin, dəyər verin. Və adətən əksər hallarda bunu kişilər eləyirlər. Bizdə belə bir söz var. Qadınlar o bütün gün deyir, evdə neynəmsən bütün gün. Evdə neynəmsən bütün gün, bir gün eləməyəndə görəcəksiniz evdə əslində o birisi günlər nələr olur. Həyat yoldaşınıza xoş söz demək lazım. Doğrudan da qadın kişinin aynasıdır. Bu nə qədər istəyirsən. Hansı qadın dəlidir, durduğu yerdə başlasın deyməyə? Qadın dəlidirmi, başlasın durduğu yerdə nə bilim, nə isə etməməyə, cavab qaytarmağa? Qadının inamını sındırmaq lazım deyil. Qadın həmişə sizə inanacaq. Qadına xoş söz demək lazımdır. Qadın həmişə sizin üzünüzə görəcək. Bu doğrudan belədir. Bəzən gəlirlər əhvalda. Əhvalınız işdə nə olursa, qapıdan kəndarı da o tərəfə qoyub evə girmək lazımdır. Və doğrudan da bugün elə kişilər də var, əslən